Salam, axşamınız xeyir. Uşaqların qarşıladığı mövzulardan biri də bəzi sözlər var ki, həm sifət, həm də zərf olur. Bunları çaşırlar, yəni qarşılayırlar seçərkən. Məsələn, belə baxaq. Gözəl. Gözəl sözü həm sifət ola bilər, həm də zərf ola bilər. Bunu bilməyin bir dənə yolu var ki, gözəldən sonra əgər isim gəlsə, olacaq sifət. Məsələn, gözəl qız. Qız isimdir, varlıqdır. Gözəl qız, necə qız? Gözəl qız. Artıq burada oldu sifət. İkinci yol. Gözəl üstə gəl fiil, yəni hərəkət olanda isə olur zərf. Məsələn, gözəl oxudu. Burada gözəl sözü oxuduya aiddir. Necə oxudu? Gözəl oxudu. Bunun tərzini bildirir. Burada isə olur tərzi, hərəkət, zərfi. Bu birinci bizim məqamımız. Uşaqlar burada çalışır. Bir də var ki, bəzi sözlər də var ki, orada sayla zərfi qarışdırırlar. Sayla zərf. İndi baxaq ona. Say yoxsa zərf. Məsələn, az, çox və s. Azdan sonra isim gəlsə, olacaq say. Bu qızıl qaydadır, unutmayın. Azdan sonra fiil gəlsə, olacaq zərf, miqdar zərf. Məsələn, az kitab. Kitab isimdir. Az kitab. Nə qədər kitab? Azdan sonra isim gəldiyinə görə o artıq saydır. Əşyanın sayını bildirir. Bir də var deyirik ki, az oxudum. Oxudum fiildir, hərəkət bildirir. Burada isə az nə qədər oxudum miqdarını bildirir. Yəni olur zərf. Bu qədər. Yəni bunları testlərdə, tapşırıqlarda fərqləndirmək üçün əsas buna baxın. Yəni azdır, gözəldir, çoxdur. Bunlardan sonra nə gəlir? Ona baxırıq. Yəni yanındakına baxırıq. İsimdirsə, məsələn, azdan sonra isim gəlirsə olacaq say, azdan sonra fiil gəlirsə olacaq zərf. İnşallah ki, sizin üçün faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın.